Bismillahirrahmanirrahim. Salam aleykum, əziz müsəlman bacı və qardaşlar. Bugündən etibarən ağıl mövzusunda bir neçə videodan ibarət rubrikaya start veririk. Bu rubrikamızda əsasən siz əqllə bağlı ayə və hədislər və onların mötəbər təfsir və şərhləri ilə qarşılaşacaqsınız. İlk növbədə əql Allah Mütəalın insanda olmasını istədiyi ən zəruri və ilk növbədə gələn bir xislətdir. Necə ki İmam Cəfər Sadiq əleyhissalam buyurur: "Mən kânə aqilən kânə lehu'd-din." Kim ağıl sahibi olarsa, ağıllı olarsa onun dini olar. "Və mən kânə lehu'd-din dəxələl cənnə." Və kimin dini olarsa cənnətə daxil olar. Demək ki, bu hədisdən də aydın olur ki, insan nə qədər də özünü hər hansısa bir dinə mənsub olaraq görsə də, əgər ağılla bu dini seçməyib və Allaha tərəf yönəlməyibsə və Allah Mütəala ibadətdə ağlından istifadə etməyibsə, o heç zaman cənnətə daxil ola bilməz, hətta onun üçün bu din belə olmaz. Bugünkü mövzumuzsa Zümər surəsinin 18-ci ayəsini və onun şərhi ilə bağlı olacaq. Allah Mütəal buyurur: "Əuzu billahi mineşşeytanirracim. Ellezine yestemi'unel qavl." O kəslər ki, sözü eşidərlər. "Feyettebi'une ehsenehu." Və ən yaxşısına tabe olarlar. Demək ki, bütün sözləri eşidər, amma itaət etməz. Ən yaxşısını tapıncaya qədər. Ən yaxşısını tapdığı vaxt ona itaət edər. Ardınca Allah Mütəal buyurur: "Ulaikellezine hadahumullah." Onlar həmin kəslərdir ki, Allah onları hidayət etdi. Əllamə Təbətəbai öz təfsirində hidayətin mənasında buyurur: Hidayət, yəni haqq harda olur olsun, onu tapmaq deməkdir. Yəni o zaman ki insan bütün sözləri eşidib, içindən ən yaxşısını seçib götürür və ona tabe olur, demək ki o artıq hidayət olmuşdur. Və ayənin ardınca Allah Mütəal buyurur: "Və ulaikə humul ulul albab." Və onlardır ağıl sahibləri. Demək, ağıl sahiblərinin xüsusiyyətlərini biz bu ayəyə baxaraq 3 hissəyə bölə bilərik. Bütün sözləri eşidirlər, harda olur olsun bu sözlərin içindən haqqı və ən yaxşısını tapıb ona əməl edib hidayətə çatırlar. Üçüncüsü, yaxşıya doğru daim hərəkətdə olurlar. Vəssalamu aleykum və rəhmətullah və barakatuhu.